Hələ Heydər Əliyev mərkəzi yoxdur. Onun yerində Şimit zavodu var və zavodun yanında da tikilməkdə olan bir tikili. Neft və qaz çıxarma idarəsində operator işləyən Leyla Səmədova adlı bir qadın gecə evə doğru gedirdi. Yox, işdən deyil, toydan gəlirdi. Geyim keçimi səliqəli idi və 62 yaşlı bir qadın Təbriz küçəsi ilə üzü yuxarı qalxıb evinə doğru addımlayır. Arxadan saçları uzun nəhəng bir insan ona yaxınlaşır. O nəhəng qadına çatan kimi qadın qorxu içində ona sarı dönür. O qadına nə edirsə, qadın anidən özündən gedir. Daha sonra heç nə olmamış kimi onu çiyninə götürüb ağır-ağır zavodun barısına yaxınlaşır. Qadınla birgə təzə tikilməkdə olan binanın həyətinə keçir, oradakı zibilliyə yaxınlaşaraq qadını yerə qoyur. Birazdan isə həmin yerdə qadının zorlanmış, döyülmüş, az sonra canını tapşıracaq bədəni tapılacaqdı. Hətta bir neçə saat sonra sayıq müstəntiqin operativ müdaxiləsi nəticəsində orada başqa bir şəxsin də qan ləkələri tapılacaqdı. Müstəntiqin zamanında hadisə yerinə çatması, qadının öz qatilini görən kimi ölməsi ilə yadda qalan bu dəhşətli gecədən, bu dəhşətli cinayət işindən danışırıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Nərimanov rayon prokurorluğunda işləyərkən müstəntiq Oqtay Qasımov belə bir məlumat alır ki, indiki Heydər Əliyev prospektində Şimit adına zavodun yoxuşunda sağ tərəfdə tikilməkdə olan obyektin həyətində zibillikdə zorlanmış və döyülüb ağır vəziyyətə salınmış qadın tapılıb. Çox güman ki, qatil onun öldüyünü düşünərək oradan uzaqlaşıb. Qadını isə təcili yardım maşını xəstəxanaya çatdırıb. Müstəntiq öncə məlumatı alan kimi təcili hadisə yerinə gəlir. Elə təcili operativ şəkildə də ilkin baxışı keçirir. Sonra isə dərhal qadınla görüşmək üçün xəstəxanaya yollanır. Xəstənin vəziyyəti olduqca ağır idi. Müalicə edən həkimin icazəsi və iştirakı ilə müstəntiq onunla danışa bilir. Qadının yarımçıq və başa düşülə bilməyən ifadələrindən qismən də olsa aydın olur ki, o gecə toydan qayıdan zaman keçmiş Çapayev küçəsində maşından düşür və piyada Balaxanı şosesi ilə gələrək Şimit zavodunun yanından yoxuşu qalxıb evlərinə çatan məqamda arxasında nəfəs hiss edir. Bir müddət qorxudan arxaya baxmır. Son anda dözməyərək baxanda o bir anlıq saçlı, nəhəng bir adam görür. Adamın üzünü aydın görmədən həmin şəxs onu yumruqla vurur. Lakin belə düşünür ki, onun uzun saçları var idi. Qadının nitqi həyəcanlı və son dərəcə zəif çıxdığından onun nə demək istədiyini, nə düşündüyünü aydın bilmək olmurdu. Lakin müstəntiqə əsas iki şeyi deyə bilmişdi. O saçlı idi və rus dilli idi. Aldığı zərbədən yerə yıxıldıqdan sonra həmin oğlan onu çiyninə alaraq prospektin bir tərəfindən o biri tərəfinə aparır. Orada çörək mağazasının yanında hasardan aşıraraq zibilliyə gətirir və zorluyur. İlkin məlumat belədir. Rus dilində donquldanaraq zibillikdən tapdığı çubuqla onun üzünə çoxlu zərbələr endirir. Həqiqətən də qadının üzündə çoxsaylı xəsarətlər olur. Onun gözü tamamilə kor olur. Digər gözü isə qana bulanır və şişir. Sağ qalan gözün görmə qabiliyyəti isə həddindən aşağı idi. Demək olar ki, o da artıq kor olmaq üzrə idi. Belə vəziyyətdə müstəntiq Oqtay Qasımov xəstəxanadan çıxıb xəstənin dediyi çörək mağazasına gəlir. Müstəntiqə məlumat çatır ki, 5 mərtəbəli evin 1-ci mərtəbəsində fəaliyyət göstərən çörək satan, gecə saatlarında mağazasında həm də gizlicə araq satır. Cinayətkarı harda axtarmaq lazımdır? Qanunda boşluq olan yerlərdə. Yarasa mağara axtarır, olmasa da qaranlıq bir tunel. O heç vaxt gur işıqlı, günəş işığı altında yuva qura bilməz. Bəlkə də Oqtay Qasımov ən adekvat addımı məhz çörəkçi üzərində durmaqla atmış olur. Bu işdə ona Nərimanov rayon milis idarəsinin cinayət axtarış bölməsinin rəisi də kömək edir.
Müstəntiq onunla birlikdə çörəkçini milis şöbəsinə gətirir. Milis şöbəsində çörəkçinin axşamlar işlədiyi mağazada ayrı-ayrı şəxslərə araq satmasından istifadə edib onunla, belə deyək, öz dillərində danışırlar və sıxışdırmağa başlayırlar. Çörəkçinin verdiyi məlumatdan aydın olur ki, gecə qonşuluqda yaşayan Panamaryov soyadlı şəxs sərxoş vəziyyətdə mağazaya gəlir və çörəkçi onun həyəcanlı olmağını hiss eləyir. Çörəkçinin dediyinə görə Panamaryovun uzun saçları var. Müstəntiq əməliyyat işçilərini dərhal Panamaryovun mənzilinə göndərir. Çox keçmədən onu milis şöbəsinə gətirirlər. O qədər qısa müddətdə baş verir ki, proseslər Panamaryov müstəntiqin qarşısına çıxanda hələ də sərxoş imiş, yəni dünən gecədən qalma sərxoşluğu hələ də keçməyibmiş. Xəstəxanadakı qadının son vəziyyəti müstəntiqin ürəyincə deyildi. Belə vəziyyətdə yubanmağın mümkün olmadığını görən müstəntiq Oqtay Qasımov Panamaryovu dərhal xəstəxanaya aparıb zorlanmış qadına təqdim etməli idi və o vaxt itirmədən belə də edir. Qadın Panamaryovu görən kimi başını balışdan həyəcanla qaldırır, zorlayanı tanıyır və həmin dəqiqədə başı balışa düşür. Qadın onların, müstəntiqin və Panamaryovun yanındaca keçinir. Müstəntiq hadisə yerinə ilk baxış keçirdiyi zaman zibillikdən bir neçə qan nümunəsi götürmüşdü. Həmin qan nümunələri analiz edildikdə bəlli olmuşdu ki, həmin gün zibillikdə 3 nəfər əlbəyaxı olub. Qadın müqavimət göstərdiyindən, ayaqla, cırmaqla qarşısındakını zədələdiyindən, onların da kiçik də olsa, yəni qarşı tərəfində az da olsa qan hissələri hadisə yerində qalmışdı. Bu qan nümunələrindən biri qadına, digəri isə Panamaryova aid idi. Bəs üçüncü qan nümunəsi o kimə aid idi? Panamaryov əvvəlcə üçüncü şəxsin iştirakından boyun qaçırsa da, sonda dəlillər qarşısında etirafa məcbur qalır. Bildirir ki, o qadını ikinci barıdan aşıra bilmədiyini görəndə huşunu itirmiş qadını, yəni Leylanı barının yanında qoyub çörək dükanına girdiyini deyir və çörək dükanında gördüyü dostu Belovu köməyə çağırır. Onlar ikisi birlikdə qadını tikilinin barısından keçirərək qaranlıq yerə gətirirlər. Burada qadını soyundurarkən o oyanır və həmin şəxslərə müqavimət göstərməyə çalışır. Nəticədə sərxoş olan şəxslərin burnuna, üzünə zərbələr endirməyi bacarır. Hər iki rus insan qismən də olsa yaralanır və bu yolla da qadın özü də bilmədən istintaqa kömək eləməyə, cinayətkarları dəqiqləşdirməyə kömək etmiş olur. Lakin bundan artığına gücü çatmır və nəticədə döyülərək zorlanır. Müstəntiqin ən yaxşı köməkçisi operativlik və sayıqlıqdır. Bu işdə də Oqtay Qasımovun saniyələrin qeydinə qalması, şübhəlini can verməkdə olan qadına çatdıra bilməsi əlahiddə bir bacarıqdan xəbər verir. Məhz bu sayədə dəhşətli bir gecəyə günəş doğmuş olur. Panamaryov və Belova gəlincə isə onların işinə ali məhkəmədə baxılır. Panamaryov məhkəmənin hökmü ilə güllələnir. Belov isə 9 il azadlıqdan məhrum edilir. Müstəntiq Oqtay Qasımovun saniyələrlə yarışan sayıqlığı və qurbanın son nəfəsindəki müqaviməti olmasaydı, bu qaranlıq cinayət bəlkə də tarixin tozlu arxivlərində itib batacaqdı. Beləcə, Bakının bu dəhşətli gecəsinin düyünü də məhz son anda açılmış olur. Salamat qalın.